Aha, deməli, bugünkü mövzumuz nədir? Preposition. Preposition nədir Azərbaycan dilində? Söz önü. İngilis dilində söz önülər çoxdur. Biz ilkin olaraq in, on və at prepositionlarını keçəcəyik. Preposition nədir? Adından da göründüyü kimi sözlərin əsasən əvvəlində işlənir. Əvvəlində işlənir. İndi hər bir preposition haqqında ayrıca məlumat verək. İlk öncə hər üçünün tərcüməsi in, on, at. Tərcümələrinə bax. In əsasən içində mənasında işlənir. Əsasən içində, həmişə yox. On üstündə, at də yanında mənasını verir. Yəni tərcümədən asılıdır. Sırf içində, üstündə, yanında mənasını verməyə də bilər. Təbii ki, istisnaları var. Və üçü ümumilikdə həm də dadə şəkilçisi, dadə şəkilçisi kimi tərcümə oluna bilir. İndi bunları silək. Hər biri haqqında ayrıca məlumat verək. Birinci başlayaq in söz önüsündən, in prepositionundan. Bir markeri dəyişim. Aha. In prepositiondan başlayırıq. In. 1. In nə vaxt, hansı hallarda işlənir, onları göstərəcəyik. Əgər dəqiq bir tarix yoxdursa, ayların qarşısında in işlənir. Yazaq, dəqiq tarix yoxdursa. Yəni, mən məsələn, aprel-may ayları deyirəm, amma aprelin neçəsi, mayın neçəsi bilmirəm. Onda yazıram in April, in May, apreldə, mayda. Daha sonra ikinci halda illərlə in işlənir. İllər. Məsələn, deyirəm ki, 2025-ci ildə yazıram in 2025, in 1990-cı ildə. Daha sonra günün hissələri ilə in işlənir. Günün hissələri. Günün hissələri hansılardır? In the morning. Səhər daha doğrusu. In the afternoon. Günorta. Daha sonra in the evening, akşam. Bu üç nüansa yenidən təkrarən diqqət yetirsək, deməli, əgər ayların qarşısında dəqiq tarix yoxdursa, in işlənir. İllərlə in işlənir, illərin qarşısında in işlədirik. Günün hissələri ilə in işlənir. Yəni, in the morning, in the afternoon, in the evening. Daha sonra digər nüanslara baxaq. Bunları silək. Yukarıdan bizim inimizi bekləyək yenə. Dördüncü nüans. Fəsillərlə in işlənir. Fəsillərin qarşısında fəsillər in işlənir. Məsələn, in winter, qışda, in summer, yayda, in spring, yazda, in autumn yazılır. Bu da payızda. Bundan başqa 5-ci nüans.
Ölkələrin, şəhərlərin qarşısında in işlənir. Ölkə, şəhər. Məsələn, in Azərbaycan. Azərbaycan bir ölkədir. Sonra in England, İngiltərədə. Və yaxud da ki, şəhər. In Baku, Bakıda. In Paris, Parisdə. Bu da digər bir nüansımız. Bu iki nümunəni də təzədən təkrarlayırıq. Deməli, fəsillərlə in işlənir. In winter, in summer, in spring, in autumn. Ölkə şəhər adları ilə in işlənir. Məsələn, in Azərbaycan, in England. Şəhərlərlə in Baku, in Paris. Daha sonra digər nümunələrə baxaq. Digər nümunələrdə 6-cı, bura in yazırıq yenə. 6-cı nüans nədir? Üfüqün cəhətləri. Üfüqün cəhətləri hansılardır? In the north, bu şimalda deməkdir. In the west, in west və yaxud da ki, fərqi yoxdur. In the west, qərbdə. In the east, şərqdə. In the south, bu da cənubda. Deməli, üfüqün cəhətləri ilə biz nə işlətdik? In işlətdik. In the north, şimalda. In the west, qərbdə. In the east, şərqdə. In the south, cənubda. Daha sonra əgər biz bir məkandayıqsa, nə bilim, qapalı bir yerdə isə bu zamanda in işlədirik. Gəlin onlara da baxaq. Qapalı məkandayıqsa, hər hansı bir ərazidə isə in işlədirik. Yazaq bura 7-ci deyəsən, hə, 7. Ərazi. Məsələn, əraziyə nələr daxildir? Deyə bilərik ki, in the park. Parkda. Sonra in the garden. Bağda. Sonra in the car. Maşında. Bu, yəni nisbətən daha kiçik bir ərazidir. Ərazi deyiriksə, böyük bir yer deyiriksə, bu not kimi saxlamışdım. Əslində bura aid deyil. In the park, in the garden. Və yaxud da ki, bir tiklinin içində isə deyirik ki, in the home. Evin içində. Belə. Və keçirik digərinə 8-ciyə. 8-ciyə nələr aiddir? Əgər otaqlardan bəhs ediriksə, yəni evin otaqlarından, otaqların adlarından bəhs ediriksə, bu zamanda indən istifadə edirik. 8-ci nüans otaqlar yazaq. Məsələn, in the dining room. Dining room. In the living room. In the bathroom. Sonra in the kitchen. Bunlar. Deməli, evin otaqları ilə da in prepositionla istifadə edirik. In the dining room, yemək otağı. In the yemək otağında, yəni in the living room, qonaq otağında. In the bathroom, hamamda. In the kitchen, mətbəxdə. İnin işlənmə formaları da bu qədər və inə aid bizim qeydlərimiz var. Hansı ki, o sözlər həmişə in prepositionla işlənir. Hansıdır bu in prepositionla işlənən sözlər? Gəlin onlara da baxaq. Məsələn, deyirəm ki, bu yaxşı yazmadı.
Hə. Məsələn deyirəm in the sky. Səmada. Sky sözü ilə həmişə in işlənir. Sonra deyirəm ki in the world. Dünyada. Dünya sözü ilə həmişə in işlənir. Sonra şəkildə deyirəm in the picture. Picture sözü ilə həmişə in işlənir. Və yaxud da ki güzgüdə deyirəm in the mirror. Güzgü sözü ilə də həmişə in işlənir. Və digər bir qeydimiz var. Belə ulduz çəkək. Armchair. Armchair nədir? Mebel, kreslo. Armchair ilə in işlənir. In the armchair. Kreslo. Amma divan sözü ilə, sofa sözü ilə on işlənir. On the sofa. Bunu yaddan çıxartmırıq. Armchair sözündən in işlənir, sofa sözü ilə on işlənir. Digər bir qeydimiz. Biz normalda nəqliyyat vasitələrinin adını çəkiriksə, onlarla on işlənir. Amma car və taksi inlə işlənir. Yəni in the car, maşında, in the taksi, taksidə. Bunlarla in işlənir, digərləri ilə on işlənir. Yəni on the bus, avtobusda, on the plane, təyyarədə. Və bunu necə yadımızda saxlayırıq? Əgər bir nəqliyyat vasitəsinin içində ayaq üstə dura biliriksə, onunla on işlənir. Yəni biz avtobusun içində ayaq üstə dura bilirik, təyyarənin içində ayaq üstə dura bilirik. Bundan on işlənir. Yox, əgər ancaq otururuqsa, ayaq üstə dura bilmiriksə, bunlarla təbii ki in işlənəcək. Belə in haqqında bu qədər. İndi keçirik digər bir qaydaya. 10 haqqında danışacağıq indi. Dediyimiz kimi 10 normalda üstündə tərcüməsini verirdi və yaxud da ki da, də mənasını verirdi. Görək 10 nə vaxt işlənir? Birinci, həftənin günləri ilə 10 işlənir. Yazaq həftənin günləri. Yəni 10 Monday, 10 Sunday və s. Yəni həftənin 7 günü var. Hər üçü ilə, daha doğrusu hər 7-si ilə 10 işlənir. Daha sonra ikinci bir məqam. Əgər bayram adlarının yanında day, holiday, eve varsa, bunlardan sonra 10 işlənir. Baxın, bayram adları. Üstə gəl. Day, holiday, eve. Day gün deməkdir, bilirik. Holiday bayram. Eve də ərəfə, yəni bayram ərəfəsi deyirik, odur. Ərəfə. Yəni məsələn deyirəm ki 10 Novruz holiday. Novruz bayramı. Qarşısında 10 işlətdik. Sonra deyirəm ki 10 Valentine's Day. Qadınlar günü qarşısında 10 işlətdim. Və yaxud da ki deyirəm 10 New Year's Eve. Yeni il ərəfəsi Eve. Ondan işləndi. Deməli, bayram adlarının qarşısında day, gün, holiday, bayram, eve, ərəfə sözləri varsa, bunlarla da nə işlənir? 10 işlənir. Sonra keçirik başqa bir məqama. Silək. Əgər biz sağ-solu göstərmək istəyiriksə, məsələn deyirik sağda, solda, bu zaman da ondan istifadə olunur. Məsələn, on the left, sağda, on the left, belə deyək.
solda, mən Azərbaycan dilində də sağ-sol qarışdıram, ingilis dilində də görürsüz. On the left, on the left solda, on the right sağda. Deməli, sağ-sol göstərərkən də ondan istifadə elədik. Daha sonra ikinci bir nüans. Bayaq da qeyd elədim, indi də qeyd edirəm. Nəqliyyat vasitələri ilə on işlənir. Nəqliyyat vasitələri. Yəni, on a bike, velosipeddə, on a bus, avtobusda, on a train, qatarda, on a plane, təyyarədə və on a ship, gəmidə. Nəqliyyat vasitələrinin qarşısında da on sözünü işlətdik. Və yenə yada salırıq. Niyə in a car, in a taxi dedik? Niyə? Digərləri ilə on işlətdik. Çünki biz busda, traində, planedə, shipdə ayaq üstə dayana bilirik. Ayaq üstə, bike'da da hətta ayaq üstə dayana bilirik. Deməli, bunların üstə ayaq üstə dayana biliriksə, biz on işlədirik. Əgər yox, otururuq, ayaq üstə dayana bilmiriksə, yəni içi balacadır da, biz maşının içində necə ayaq üstə dayanaq? Ona görə də in işlədirik. Bu nüansı da belə keçirik sonuncuya. On haqqında digər bir qeydimiz. Səth, bir şeyin səthində, üstündə mənasında, altıncıydı, üstündə, səthində mənasında olanda ondan istifadə edirik. Yəni, məsələn, on the floor, döşəmədə, döşəmənin üstündə. Sonra on the table, stolun üstündə. Sonra on the shelf, şkafda. Daha sonra on the balcony, balkonda. On the roof, damda, damın üstündə. Və on the wall, divarda. Məsələn, bir qəribə gələr ki, müəllim, biz divarın üstündə necə dayanırıq? Biz dayanmırıq, hansısa heyvan dayanır divarın üstündə. Yəni, məsələn, cümlə qururam. There is a spider on the wall. Divarın üstündə hörümçək var. Gördünüz? Yəni, wall ondan işlənir, üstündə mənasını verə bilir. Belə, on haqqında da əsas qeydlərimiz bu qədər. Keçirik at və 3 propositiondan sonuncu propositionumuz. Dediyimiz kimi, ingiliscə propositionlar çoxdur, çətini də var, asanı da var. İlkin məlumat üçün biz in, on, əti keçirik. Daha sonra danışırıq ət haqqında. Ət də günün hissələri ilə işlənir, amma hansı günün hissələri ilə? Necə günün hissələri ilə göstərəcəyik? Məsələn, at night, gecə, at noon, günorta, at midnight, gecə yarısı. At midnight nədir? Gecə yarısı. Bu üç günün hissəsi ilə nə oldu? At işləndi. At night, at noon, at midnight. Daha sonra və dedik ki, həftənin günləri ilə 10 işlənir. 10 Monday, 10 Sunday. Bəs həftə sonu sözü ilə nə işlənir? Həftə sonu. Yəni weekend. Weekend sözü ilə nə işlənir? At. At the weekend, həftə sonu. Həftənin günləri ilə 10 işlətdik. Həftə sonu sözü ilə at işlətdik. Daha sonra gəldik digər bir məqama. Saatlarla ət işlənir. Üçüncü idi də düzdür, saatlar.
Məsələn, deyirəm at 5 o'clock saat 5-də, at 6 o'clock saat 6-da. Bu formada olanda, saatı göstərəndə qarşısında at işlədirik. Sonra dördüncü, bayram adları. Əgər bayram adlarının qarşısında heç bir söz yoxdursa, yəni təkcə o bayramın adıdırsa, at işlədirik. Yəni at Christmas, at Novruz. Gördünüz? Mən bunun qarşısında holiday, day işlətmədim. Əgər bunların qarşısında biz holiday, day sözünü işlətsəydik, nə olacaqdı? On olacaqdı. Yəni at Christmas, gəlin müqayisə edək, at Novruz və biz bunu yazırıq on Christmas, holiday. Gördünüz, holiday işlətdim deyə qarşısına on qoydum və on Novruz holiday, yenə qarşısında holiday işlətdim deyə qarşısındakı preposition dəyişdi, oldu 10. Bu da bu müqayisəmiz. Keçirik digərinə. Əgər biz yer məkan anlayışı deyiriksə, yəni nisbətən daha böyük bir ərazilər deyiriksə, ətdən istifadə olunur. Bina adlarında bir binanın yanındayıqsa ətdən istifadə olunur. Gəlin nümunə göstərək. Belə sadalamaqla dərk eləmək olmur. Yer, məkan. Məsələn, at school, məktəbdə, at work, işdə, sonra at home, evdə, at university, universitetdə, at a bus stop, avtobus dayanacağında, at the airport, hava limanında və yaxud da ki, deyirik, at a party, partidə, şənlikdə. Bu sözlərin qarşısında da yenə at işləndi. Daha sonra keçirik digər bir indi keçirik qeydlərimizə. At haqqında bizim 3 dənə qeydimiz var ki, onları əzbər bilməliyik. Və onları necə tapacağıq? Təbii ki, tərcümədən tapacağıq. Yazırıq qeyd 1. Ət sözünün astanasında, ağzında mənası da var. Ət astanasında, ağzında. Məsələn, deyirik at the door. Biz qapının yanında, yox, qapının ağzında deyirik də bunu. Qapının ağzında, astanasında. Bu bizim birinci qeydimiz. Sonra keçirik ikinci qeydimizə. Bunu silək. İkinci qeydimiz biraz böyükdür. İkinci qeyd sxem formasında onu izah edəcəm. Qeyd 2. Bizim bir dənə arrive feilimiz var. Arrive. Arrive feili ilə iki cür preposition işlənər. Arrive ilə həm in işlənər, həm at işlənər. Arrive in nə vaxt işlənir? Əgər biz böyük bir əraziyə çatırıqsa, in işlədirik. Yazırıq böyük əraziyə çatmaq. Yox, əgər biz kiçik bir əraziyə çatırıqsa, ət işlədirik. İşlədirik kiçik əraziyə çatmaq. Məsələn, böyük əraziyə çatmaq deyəndə nəyi nəzərdə tuturam? School sözünü götürürəm. School böyük yerdir, düzdürmü? Deyirəm ki, I arrive in school. Mən məktəbə çatıram. Yox, əgər kiçik bir ərazi deyiriksə, məsələn, home. Home, school'a nisbətən daha kiçik bir anlayışdır. Deyirəm ki, I arrive at home. Mən evə çatıram. Gördünüz, school böyük bir yerdir. Home isə school'a nisbətən daha kiçik bir yerdir. Sonra
Əraq sözünü də başa düşdüksə keçirik digər bir feil sözümüzə, daha doğrusu corner. Corner sözü küncündə deməkdir. Qeyd 3 corner sözü. Əgər biz corner sözünü işlədiriksə, iki prepositiondan istifadə edə bilərik. At the corner, at. Bir də in the corner. Bəs ətlə inin fərqi nədir? Corner künc deməkdir. Onu da yadda saxlayırıq. Ət böyük ərazinin, böyük bir yerin küncündə. Yəni qısaca yazaq böyük künc. İn isə kiçik bir ərazinin küncündədir. Kiçik künc yazaq. Məsələn, deyirəm ki, küçənin küncündə. Küçə bildiyimiz kimi böyük bir yerdir, düzdür. Onda biz nə işlədirik? Corner sözünü. At the corner of the street. Street. Gördünüz, mən burada iki cür qrammatik qaydadan istifadə elədim. Keçmişdik sizlə of yəli əvəzini. Ofla qurdum, söz birləşməsi qurdum və at the corner birləşməsindən istifadə elədim. At the corner of the street nə oldu? Küçənin küncündə. Küçə nədir? Böyük bir ərazidir. Bəs in, kiçik bir ərazinin küncündə necə qurarıq? Məsələn, in the corner of the room. Bu nə olur? Otağın küncündə. Görürsünüz? Otaq sözü, otaq anlayışı street anlayışına nisbətən daha kiçik bir ərazidir. Otaq hara, street hara. Ona görə otaq balacadır deyə, kiçik bir anlayışdır deyə indən istifadə elədik. Dedik in the corner of the room. Otağın küncündə. In-on-at qaydası, yəni preposition qaydası bu qədər. Əsas qeydləri dedim sizə. Digər əzbərlənəsi nüansları da qaydada qeyd edəcəm, əzbərləyəsiniz.